Ya umma, ya umma. Anacan, anacan, hürmeti sındırdılar. Allahu Ekber. Ravi rivayet eləyir, vaxtı ki, mərdum beyət elədilər İmam Həsən Müştəba ilə. İmam Həsən Müştəba dəstur verdi, bir sənduqi gətirdilər. Açdı o sənduqi, tamam pərçəmhali cəngi Peyğəmbər orada cəm idi. Ki hər cəngidə bir pərçəm var idi Peyğəmbər. Qulaq asın bu hədisə. Bir pərçəm Əmirülmöminin nişanəsini çıxartdı, çağırdı Bəni Haşimi. Bəni Haşim bu Əlinin pərçəmi. Bir pərçəm çıxartdı, Peyğəmbərin xas pərçəmi idi. Ondan bir pərçəm qalmışdı, neçə cür adın yazıldı. Birində yazıldı Ələmi İqab. Ya Uqab fəlbisin. O pərçəm idi ki, Fəth-i Məkkədə Peyğəmbər o pərçəmi yücəltmişdi. O pərçəm cürranmışdı, fəqət qırağına, bir quşəsinə bir tikavı tikilmişdi. O tikəsini sənə deyəm, pərçəmi ki, Fəth-i Məkkədə vurdu və bedunu xunduyici Məkkəni fəth elədi Peyğəmbər, pərçəminə Fatimədən Rus hərisini aldı, Fatimənin Rus hərisini tikələdi. Bir tikəsini tikdi pərçəminə. Bəray Fəth-i Məkkə. Ey ümməti İslam, hara gedəysiniz? Eynə təzhəbun? Yol Fatimənin yol idi. Əcib, vallah mən bu hədisi oxunda heyran qaldım, heyran. Ki bir dənə pərçəm, kanə min ximar Fatimə. Kanə min ximar Fatimə. O pərçəmin bir quşəsinə Fatimənin rusərisini dişmişdilər. Bir dənə xanımın rusərisi Fatih meydan rəzm olar ay müsəlmanlar.